Bismillahirrahmanirrahim. Məsəluhum kəməsəlilləzi istəvqədə narən. Bəqərə surəsinin 17-ci ayəsində Allah-u Teala münafiqlərə məsəl vurur. O ki qəlbində iman yoxdur, dilində iman izhar ediyə, ibraz ediyə, lakin qəlbində heç nə olmaya. O münafiqdir. Bir sıra mənfəətlərə görə müsəlmanların içində münafiqlər də yaşayarlar. Əlbəttə özlərini müsəlman görsədərlər. Quran onlara məsəl vurur. Deyir, onların məsəli belənçidir. Ona oxşayır ki, ot yandırıbdır. Bu ot ətrafını işıqlandırıb müvəqqət. Amma nurla otun fərqi var. O ki, insan eləyə bilər ondan dünyada baxsın, düzgün baxsın, budur ki, içəri fitrəti ilə baxa, bir nur içəridə odur. Bir də çöldəki Allahu nurus səmavatı vəl-ərz. Vaxtı insan Allahla əlaqəsi yoxdur. İçəri nurunu da öldürübdür. Bir sıra sözlərlə güya həyatını məna edibdir, güya düzgün yol seçibdir. Bəzən insan görürsən bir sıra kəlmələr öyrənər, o kəlmələri güya əvəz edir Allah imanından. Bu müvəqqət bir yaşayışında işıqlıq hiss eləyər. Amma Allah-u Teala buyurur, zəhəbəllah bi nurihim. Bu nuru Allah hadisələr gələndə aparar. Daha bu ot sönər. Fərz elə səhrada, qərəllikdə bir ot yandırmısan, işığın əvəzinə. İşıq günəş ilə rahat yolu gedərsən. Amma bu qaranlıqda, tufanlı mühitdə küləklə bu ot sönər, cinə qaranlıqda qalasan. Deyir, münafiq belədir. Yaşayışı həmişə sərgərdan və heyran yaşayışdır. Ortada qalar. Əvvəldə bəzi sözlər deyər, amma hadisələr gələndə, o hadisələrdə o ki yandırıb da nur verməz. Nurla narın fərqi var. Nur yəni işıq, nar yəni ot. Münafiq otla istəyir nur gətirsin və bu müvəqqətdir. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.